Bütün varlığından, evinin, bütün her şeyin bir balaca olur. Ne böyle onun kılmalı? Qanunda böyle. Şikayet edeyim, bendenin Ya bütün bu yazık kasımı salavat göndərəcək. Bizim şəriətə əməl eləməməyimiz şəriətin hökmünü dəyişir. Aydın? Yəni şəriətin hökmü bu ailədə bu cür, bu ailədə bu cür, o ailədə bu cür söhbəti yoxdur. Bir dənə qaydadır. Bu qayda riayət olunmalıdır. Böyük oğlan nə satmalıdır? Atanın qılıncı, atanın üzüyü, atanın Quranı. Buna deyilir həbvə. Həbvə çatır böyük oğlan mirasdan öncə. Yəni ata əvəzi demək olar ki, hər şey verilir ona. Belə deyək də, ona böyük oğula önəm verilir şəriətdə. Yəni miras bərabər bölünmür. Həbvə verilir böyük oğula, sonra yerdə qalan, məsələn, 4000 manatdırsa 2000 buna, 2000 buna bölüb verilir. İndi müəyyən ailədə buna rəayət olunmur. Böyük oğlu lüt atıblar bayram. Məsələn, kiçik oğul özün istədə bilib, böyük oğul özün istədə bilmir. Ata nə var, hamısını götürdü, verdi, belə deyək də, balacaya. Balaca da sənətləşdirdi. Ata dünyasında yaşandan sonra o böyük oğul gəlib, atasının evində qalmaq istəyəndə balaca deyir ki, dur, çıx, get buradan. Niyə? Çünki bura mənim də atam mənə evi falan. Ata düzgün qərar vermir. Atanın düzgün qərar verməməsi o deməkdir, şəriətin hökmü dəyişəcək. Ki, pul para sənə çatıb balaca, sən eləyəcəksən, çünki mənə atam bir köpük verir. Öylədir. Atanın səhv qərarı, qardaşın səhv qərarı şəriətin hökmünü dəyişmir. Yenə də qalır o lüt